Günaz müəllimi haqqında möhtəşəm bir xəbər var. Şahin müəllimin xoş xəbəri də odur ki, İnşallah alacaq. Arkada bizim termos oyunçuları gah belə yıxılır, gah belə yıxılır. Nəsə qiyabi dillə desək, daydaylıq normal sayılır burada. Sən özün girişməlisən, özün addım atmalısan. Yoxsa Günaz müəllimə gördü onları, dedi ki, onlardan soruşaq. Mən tərəddüd elədim ki, hansı departamentdə sizə arxa hissəsini göstərirəm. İşin arxa hissəsini Şahin müəllim öndə gedir. Gözəl mənzərə seçməyə çalışırıq. Bugün özümüzə belə bir söz verdik ki, bugün heç bir belə deyim də artıq çəkimə başlayandan sonra olur mu? Hə, düz deyirsən. Hə, demək biz bugün dostlar özümüzə söz verdik ki, elə eləyək ki, videonu bir dəfəyə çəkək. Çünki bəlkə ilkini eləyəcək bugün sizinlə birlikdə. İndiyə kimi video çəkərkən nə qədər videolar çəkirdik, sonra onları montajlayanda çox çətin olur. Bugün dedik ki, bir ilki eləyək və videonu bir dəfəyə çəkək. İnşallah ki, alınar bu bizdə. Baxın mənzərəyə, bax. Mən buranı heç bilmirdim. Şahin müəllim, ilk dəfə görürəm. Sən buranı hardan gördün? Vay, nə qəşəng mənzərə var imiş, heç xəbərim yoxdur. Bura bizə yaxındır, bizim binaya yaxındır. Orada səs-küy çox idi, başınıza keçir. Dedik, burada çəkək. Nə qəşəng mənzərədir bura, baxın. Sözün açığı, mikrofonsuz çəkmək istəyirdim. Mənim mikrofonum çox yaxşı deyil, kaliteli mikrofon deyil. Səs ayarı qəşəng deyil. Amma gördük, mikrofonsuz da səs zəif çıxır. Məcbur mikrofonla danışacağıq bugün yenə. Bu da videonun arxa hissəsiydi. Hara gəldik, haralara gəldik. Buranı sizinlə paylaşmaya çalışdım. İndi isə keçək əsas videomuza. Kameranı quraşdıraq. Sonra əsas videoya keçərik ki, bugünkü mövzumuz nədir? Ne məlumat veririk? Sən universitetə girmək işini, sən də mənim işə girmək işini, hə? Allah, nələrdən saklasın. İstəsən şunları da sevinirsən. Salam, hər vaxtınız xeyirli olsun dostlarım. Bugün sizinlə yeni bir vlog başlatmaya qərar aldıq və özümüzə söz verdik ki, bu danışıqdan etibarən bir dəfəyə videonu çəkək. Ona görə dostlarımız, indidən qüsurlarımız varsa afola bir ilk eləyəcəyik. İndiki danışıqdan etibarən bu videonu bir dəfəyə çəkəcəyik. Hansı səhvlər olsa... Mən də salamlayıram. Bunu bıraxasın. Tamam, dedim bir dəfəyə çəkəcəyik. Bir dəfəyə çəkəcəyik. Başlayaq dostlarım. Öncəki videoda qeyd eləmişdim ki, sizinlə gözəl xəbərimizi paylaşacağıq. 2 dənə xoş xəbərimiz var, gözəl xəbərimiz var. Biri Şahin müəllimlə bağlıdır, biri mənimlə bağlıdır. Bu arada Şahin müəllimi salamlamağı unutdum. Şahin müəllim, xoş gəldin kanalıma. Xoş gəldin Şahin müəllim. Xoş gəldin müəllimə, xoş gəldin. Arada gəlirəm, səsim yaxşı çıxır inşallah. Gülnaz müəllimə dedi, belə çay içə-içə. Gülnaz müəllimə dedi, çay içə-içə. Xəbərlərsən mənim haqqımda xəbəri. Sən mənim haqqımda xəbəri, mən də sənin haqqında xəbəri verim. Dedim ki, olar mı bir şərtim var, çay içməliyəm. Dedi, yox, çay videoda olmasın, çay uzun çəkir. Dedim, yox. Yəni, çay mütləq olmalıdır. Çayla mənim arama xanımım da girə bilməz. Yox, yox. Bunu diqqətinizə çatdırıram. Bir də limon məsələsi, limon. Yəni, bunu evimiz yaxındır, oradan bura belə əlimdə tutub daşımı gətirmişəm. Videonu çəkmişəm. Bir də Şahin müəllim o balaca hiperaktiv uşaqlar olur ha. Videoda dostlar, indi sən arxanca elə öz yanında danışım. Videoda məsələn çay içərkən, nəsə söhbət eləyərkən çox belə deyim, hiperaktiv uşaqlar kimi başqa bir nəsə işlə məşğul olur. Ona görə dedim ki, sən çay içərkən fikrin yayına bilər. Bu səfər çay içmək. Dedi ki, yox, çaysız olmaz. Dedim, yaxşı. Amma indi razılaşdıq ki, bir dəfəyə yayınlanacağıq. Yəni nə səhvlərimiz olsa da, nə uyğunsuzluqlar olsa da sizinlə pat deyə paylaşacağıq. Bu arada sözünü kəsirəm, o hiperaktivlik məsələsini mən bilmirəm. O insight'ı, Azərbaycanca insight nədir? Fərqindəliyi. O fərqindəliyi mən sən video çəkəndən sonra, özümə baxandan sonra bilmişəm. Yəni, tamaşaçılar da, izləyicilər də üzülü saysınlar. Bəzən məsələn ayağımı qaşıyıram, bəzən məsələn belə eləyirəm, bəzən stəkanın burasını düzəldirəm. Ondan sonra özümə baxanda fərqinə vardım. Gülnaz müəllimə indiyə kimi kəsirdi, bugün kəsməyəcək. Çalışacağım, yəni əlim, başım, gözüm dinç dursun. Başlayaq dostlarımız.
Demək, demişdim ki, əvvəlki videoda demişdim ki, sizinlə 2 xəbərimizi paylaşacağıq. Gözəl xəbərlərdir. Daha doğrusu demişdim ki, sizə gözəl xəbərimiz var, onu paylaşacağıq. Amma nəsə alınmamışdı dostlar. Keçən videoda çəkmək nəsib olmamışdı. Çünki Şam müəllim məşğul olur, öz dərslərinə hazırlaşır. Ona görə nəsib olmamışdı. Bugün o xəbəri sizinlə bölüşəcəyik. Özü də 2 dənə xoş xəbərimiz var. Biri Şam müəllimlə bağlıdır, biri də mən özümlə bağlıdır. Şamil müəllimlə bağlı olanı mən deyəcəm. Mənimlə bağlı olanı Şam müəllim deyəcək. Şimdi birinci hansı xəbərdən başlayaq? Birinci mən deyim, hə. Tamam, sən Birinci yaxşı. mən deyim. Günaz müəllimi haqqında möhtəşəm bir xəbər var. Belə giriş edeyim. Tamam. Yəni Evet. o Türklərin bir sözü var, dosta güvən, düşmana. Tamam. Necə idi o söz? Dosta güvən, düşmana. Hə, dosta güvən, düşmana qorxu salan bir xəbər. Günaz müəllimə burada Amerikada mənim oxuduğum universitetə qəbul alıbdır. Çox şükür. Hə, çox şükür və təbrik edirəm. 50 dəfə təbrik eləmişəm, bu 51-ci təbrikimdir. Təbrik edirəm müəllimə. Təşəkkür edirəm. Allah Sağ olun. müvəffəq eləsin. Qəbulu alıb, onu da əlavə edim ki, burada 2 cürə qəbul almalısan. Birinci qəbul universitetə sənin keyfiyyətlərin kifayət olmalıdır ki, qəbul alasan. Bu mərhələni Günaz müəllimə keçib, keyfiyyətləri kifayət qədərdir. İngiliscəsidir, sənədləridir, öncəki diplomasıdır, GPA deyirlər, ortalamasıdır. Universitetdə oxuduğu vaxtlardakı ortalaması. Bunlardan keçib və qəbul alıb. İkinci məsələ isə money, sponsorship, və ya təqaüd almaq. Bu təqaüd üçün də burada müraciət eləməlisən universitetlərə və ya başqa yerlərə. Azərbaycanda tələbələr bilirlər. Erasmusa müraciət edirdiniz və ya universitetin özünə müraciət edirdiniz və ya birbaşa elmi rəhbərə müraciət edirdiniz. O şəkildə qəbul alırdınız. İndi Günaz müəllimə də o yollara baş vuracaq və almağa çalışacaq. İnşallah alacaq. Arkada bizim termos oyun çıxarır, gəh belə yıxılır. Nəsə kameraya düşmək istəyir desən. Reklam. Hə. Şəhriyar müəllimin termosu. Bura buraxın. Şəhriyar müəllim təşəkkür edirəm bu arada. Şəhərə müəllim verəndir. Hə, o göndərir. Hə, çox sağ olsun. Günaz müəllimə indi ikinci təqaüdü də Səsimiz gəlir inşallah. İkinci təqaüdü də, daha doğrusu ikinci mərhələdən də keçər və təqaüd alar. Bu təqaüd alma iş tapma formasında ola bilər. Universitetdə hər hansı bir departamentdə iş tapır, orada işləyir və həmin departamentdə Günaz müəllimənin təhsil haqqlarını qarşılayır. Bu təhsil haqqı yuxarı olduğu üçün bunu normal ödəmək çətindir. Məsələn, örnəklə deyim sizə, mənim 2 illik doktorantura müddətində mənim təhsil xərclərim, ümumi xərclərim təxminən 80-90 minə bərabər idi. Bəlkə də 100 minə bərabər idi. Mən təxminən hesablamışdım. 77 min idi. Ondan sonra bəzi xərclər də əlavə olundu. 80-90 min olmuşdur, bəlkə 100 min olmuşdur. Bu doktorantura idi, biraz yuxarı ola bilər. Magistraturada o qədər olmasa da ona yaxın bir şey olur. Bir kreditin qiyməti $1000 yuxarıdır. O gün danışmışdım. Mən çəkim kameranı çəkeyim. Telefonumu da Mən yoxlayıram. Sən yoxla, hə. Mən centilmenlik Onun barəsində dostlar. Bayağı qəşəng yıxıldı. Yox, çəkir. Çox səs-küy var, inşallah ki, bu səsini gedir. Mikrofon tapmadıq. Daha kaliteli mikrofon lazımdır, səs yaxşı çıxmır. Getdi şahane, getdi. Vaxtlar yaxşı çəkir. Super çəkir müəllimə. Tamam. Super. Oradan səs gəlir, buradan səs Mən gəlir. yaxşı düşürəm, əsas. İnşallah bu 4000 saati keçərəm artıq mən reklamlara. 4000 saat keçəndən sonra mı reklamlar gəlir, yoxsa müəyyən vaxtdan sonra mı? Onu bilmirəm. Mən qəşəng reklamlar gələr, qəşəng sponsorlar olar. Mikrofon mənə təklif edir. Neysə, dostlar, bu təhsil barəsində mən əslində adım başqaca ayrıca bir video çəkmək istəyirəm. Yəni qəbul almışam, çox şükür. Amma qəbul almaqla yanaşı mən işlərə müraciət etməyə davam edirəm. Qapı-qapı gəzirəm. O departament mənim, o departament sənin artıq Kokbel Universitet məni tanıyır demək olar ki. Çünki burada belə bir şey deyim ki, yəni sən özün girişməlisən, özün adım atmalısan. Yoxsa belə sakitcə durub gözləsən, sənə heç kim təklif eləməyəcək ki, burada iş var nə. Və burada belə bir şey gördüm ki, burada Azərbaycanda olur dayı-dayılıq söhbəti. Burada da elə bir şeylər olur. Məsələn, hansısa çoxusun, əksəriyyət deyə bilərəm, hamısı da deyə bilmərəm. Bəzi insanları deyir ki, bu məsələn mənim tələbəmdir, ya kimimdir, nəyimdir, yaxınımdır. İstəyərəm ki, bu səninlə çalışsın, mən ona referans oluram. Burada belə şeylər çoxdur. Bizdə də Sözünü kəsə bilərəm. Buyurun. Bu məsələyə Azərbaycanda dayı-dayılıq deyirlər və yaxşı baxılmır. Pis mənada. Amma burada ona referans
deyirlər və bu referans önəmlidir. Sənin referansın kimdir? Sənə kim referans olur? Məsələn, bizdən bunu soruşdular. Bir-iki yerdə, e-maillə də soruşdular. Yəni, bu mərhələ, yəni bu proses normaldır və bu qiyabi dillə desək, daydaylıq normal sayılır burada. İndi görək nətər olacaq. İkinci dəfə də müəllimə həmişə danışır. Arada mən də danışım. Bu arada ikinci stəkan bitdi məncə. Çay tökə bilərsən müəllimə? Mən video biraz ikinci plandadır. Mən əsas çay içməyə gəlmişəm, belə bir çıxmasın. Günaz müəllimə video çəkməyə hazırlaşırdı. Mən də orada çay qoyurdum ki, birdən çay olmaz. Sağ olsun Şahan müəllim, büyük çaylar özü başladı. Limonu tulla. Bu arada deyim ki, bir dəfə limon istifadə edəndən sonra tullamaq lazımdır. Yoxsa zərərlərini, zəhərlərini özünə çəkilmiş limonuna görə. Doğru. Günaz müəllimə haqqında keçən dəfə evlilik videosunda soruşmuşdunuz ki, bir-birinizin hansı gözəl xüsusiyyətlərini qeyd edə bilərsiniz. Mən Günaz müəllimə haqqında bir-ikisini qeyd eləmişdim. Orada birini də qeyd eləmişdim ki, Günaz müəllimə sosialdır, aktivdir, girişkəndir. Mən bunu biraz bir-iki örnəklə demək istəyirəm. Daha doğrusu bir örnəklə. Universitetdə müəllimə təqaüd və iş baxmağa gedirdi. Biz yeriyirik kitabxanada. Yəni, kitabxanada biz gedəndə Günaz müəllimə ümumiyyətlə, harada 3-5 adam görür, oraya yaxınlaşır, deyir ki, siz burada nə varsınız, nə edirsiniz, mənə iş var, ümumiyyətlə. Hər hansı iş görərəm, mən burada oxumalıyam falan, tanış edirlər, onlar da kömək olmağa çalışırlar. Amerikanların bu xüsusiyyəti çox möhtəşəm. Çox. Orada da IT desk var, ümumiyyətlə, IT işinə baxırlar da, kompüterlərin düzəldilməsi və ya hər hansı bir sistemdə olan problem, software problemləri, hardware-də ola bilər, problemlərinə baxırlar. Günaz müəllimə gördü onları, dedi ki, onlardan soruşaq. Mən tərəddüd elədim ki, onlardan soruşmaq nə qədər doğru olar, soruşaq, soruşmayaq. Əlaqəsi olmayan yerlərə baxıram, Günaz müəllimə götürüb o tərəfə gedir. Mən utandım düzü ki, məndə o qədər cəsarət yoxdur. Günaz müəllimə bir də baxıram, girişdi orada, yığıldılar başına. O Günaz müəllimə birindən soruşur. Onlar adətən elə sual soruşmuyorlar da. Yanındakı da baxır belə ki, görür nə soruşurlar. O deyir ki, oradakı qız da deyir ki, hə deyir, bizdə iş dəqiq bilmirəm dedi, qoy o başqasından soruşum, arkada birindən soruşdu deyəsən, arkada birindən soruşdu, bir-birinə danışdılar, elədilər. E-mailini, mənim nömrəmi götürdülər ya da onların e-mailini orada bir verdilər. interaksiya, bir interaktivlik yarandı, bir münasibət yarandı. Baxdım ki, gözəl bir şeydir və düz eləyib soruşur. Variantını yoxlayır, hə, yox da, onsuz da orada heç nəyi anormal qəbul eləmirlər və ümumiyyətlə heç nəyə də ayıb baxmırlar. Bu gözəl xüsusiyyətdir ki, ayıb bir şey də yox idi orada. Mən özüm üçün ayıb eləyirdim ki, gedim niyə soruşdum. Normalda orada bir şöbədir də, işləyənlər də tələbə idi. Niyə Günaz müəllimə orada işləyə bilməsin? Bu xüsusiyyəti xoşuma gəldi, onu demiş olum müəllimə. Mən sənin bir xüsusiyyətini qeyd elədim, sən də mənim gözəl bir xüsusiyyətimi qeyd elə ki, bir olsun. Tapsan əgər. Burada elə iş demişkən, mən işlər aramada çox yerlərə müraciət eləmişəm. Burada Amerikada çox sevdiyim xüsusiyyət var ki, dostlar, burada özləri yardımcı ola bilməsələr belə, məsələn, soruşuram ki, sizin asistanta ehtiyacınız varmı, belə qəbul almışam, mən işləmək istəyirəm sizin departamentdə. Özlərində o şey olmasa da, yer olmasa da, mütləq ki, mənə kömək eləməyə çalışırlar. Böyük direktor olsun, ya o burada belə şey, sınıf söhbəti yoxdur, dostlar. Ay, mən direktoram, Sınıf dərkən? Belə də, nə deyirlər, Azərbaycanca iyerarxiya, yəni mən böyüyəm, sən aşağısan. Düzdür, belə bir söhbət yoxdur dostlar. Orada direktor da olsa, asistant da olsa, yardımcı da olsa mütləq ki, kömək eləməyə çalışırlar. Ya kimdənsə məni calaşdırırlar, ya e-mailini göndərirlər, ya deyirlər ki, bura baxsan yaxşı olar. Yəni məni belə deyim də, cavabsız göndərmirlər. Çox xoşuma gəlir. Yəni demək olar ki, departamentlərin 90-95% mənə yardımcı olmağa çalışdı. Yəni, bir şəkildə məni harasa yönləndirdi. Çox xoşuma gələn bir xüsusiyyətdir. Bu səfər amma inanıram ki, tapa bilərəm. Əslində, bunun barəsində dostlar, ayrıca bir video çəkəcəm. İnşallah bir gün artıq, necə deyim, graduate assistantship gedir də. İnşallah o işi də tapdım, mən sponsor tapdım videosunu da sizinlə paylaşaram. O videonu paylaşanda mən sizinlə prosesləri çəkərəm. Çünki biri qısa videolar çəkmişəm. Hansı proseslərdən keçmişəm. Çünki onun üçün ayrıca bir video çəkməm lazım. Keçən dəfə sual-cavab videosunda bir sual qalmışdı. Magistratura və doktoranturaya doktorantura təhsili haqqında məlumat verə bilərsinizmi deyə. O sual qalmışdı, yadımızdan çıxmışdı. Onun haqqında inşallah mən bura artıq tələbə kimi artıq tələbə adını qazanandan sonra hansı proseslərdən keçim, onu uzun-uzadı sizinlə paylaşmaq istəyirəm dostlar. İndi isə gələk. Görüşün sponsoru Chocoprens Ülker. Sponsor deyil abi, döndü səhv anlayırlar, reklam deyil. Sponsor Chocoprens Ülker. Bizi tapın Ülker. Sizi reklam edirik. Amma olmaz.
Aha. Ülken hakkında başka şey eşittim ama inşallah ki Bu kadar. Bir de tatlım var. Bu kadar izleyicim var yani. 2000 neçə adam az değil yani. 3000'e, 2500'e yakınlaşır. şey eşitmiş ha. Hı. Biliyorum söhbətdən də kənara çıxıram. Biz çalışırıq ki, boykot malları almayaq, amma bu yaxınlarda əvvəl də eşitmişdim, yadımda deyil. Ülkə boykot malları arasında sayılır mı, onu dəqiq bilmirəm. Məndən yaza bilərsinizmi? Zəhmət olmasa rəylərdəki ülkə boykot malı sayılır mı? Mənim pis xəbərim var. Ben okumuştum Tam onu. dəqiq bilmirik. Ülkenin müəyyən başlayayım. Şirketin səhmlərinin müəyyən faizi ülkenin əlində. Hə. Yani dolayısıyla gedib müəyyən ölkəyə gedib çıxır. O şəkildə kiçik bir hissəsi boykot hissəsinə düşə bilər. Qoy yeyim sonra da mənim. Videolar arxasında deyərdim görək. Mən kimsə nəsə yeyirsə, boykot malıdsa deyirəm ki, yeyib bitirsin, bitəndən sonra deyirəm ki, bu boykot malıydı, gələn dəfə yemin. Əfv eləmir yəni. Yeməyə başlayın indi boykot malı yemin. Amma dəqiq bilmirəm dostlar. Hala dəqiq bilmir elə siz deyil. də yaza- Dəqiq bilsə deyil yəni. Təsəvvür edin. Siz də yaza bilərsinizmi bilənlər? İndi isə dostlarım, Şamil müəllim haqqında xoş xəbəri sizə elan edirəm. Bilənlər bilir əslində. Artıq Şamil müəllim özü bugün belə deyim, elan eləyib. Onun üstündə evdə şey olub ki, Dava var. dava olub ki, Savaş. sen bizim videoda paylaşmamışsan, gidip Instagram'da paylaşmışsan daha onun ne xeyri kaldı. Neyse değildize biz evde davet ediyoruz. O böyle şeylerde. Biraz şu an benden incidim ki niye paylaştın diye. İşte bugün şimdi siz bilmeyenler için açıklama verirəm dostlarım. Orada Instagram'da tebrikler yazan ya da Facebook'ta sen harada paylaşmışsan? Instagram'da, Facebook'ta, LinkedIn'de. Başka hiç yerde. Öyle mi? Sadece bir yerde paylaş. Orada tebrik yazan dostlar bilmemiş kimi, bilmirmiş kimi yazabilirsiniz reylerinizi. Limonu harat edirəm, bu yaxın tapam var. Çok karışık video olacak ha, editlemeyeceğim bu videonu. İnşallah ki sıkılmamışsınız dostlar. İndi oraya tebrik mesajlarını yazanlar, bunun da altına, bu videonun da altına yazarsınız ki ben sevinim, ben gariban sevinim. Hem de bence comment daha çok olanda daha çok insanın qabağına çıkabilir video. Ona göre bizler destek olmaya devam edelim. Böyle dostlarım, indi çok uzattım. Şamil müəllimin xoş xəbəri də odur ki, dostlarım, Şamil müəllim Amerika Üniversitetində müəllim vəzifəsinə təyin olunub. Alqışlar. Və bu həqiqətən də çox gözəl bir duyğudur. Duyğu keçik. Düzü biz bəzi o qədər uzun proseslər var idi. Şamil müəllimin belə deyim də keçdiyi bəzi sınaqlar var idi. Dərslərə hazırlaşma heç ömründə görmədiyi fənlər, maşallah Şamil müəllim çalışdı, çabaladı, onların ötəsindən gəldi. Əslində biz iş təklifini təxminən bir ay öncə aldıq, düzdür? Amma biz elan eləmədik. Dedik ki, bir otursun, qaydasına düşsün. Şamil müəllim də həm də çox çalışırdı. Ona görə bu xəbəri ertələdik, çox gec ertələdik. İndi bilənlər bilirdi, amma sizinlə paylaşmamışdıq ki, bir gün videosunu çəkərik. Və çok şükür ki Şamil müəllim artıq burada çalışır. İndi bilənlər bilir, bilməyənlər üçün də deyim ki, burada dostlar iş tapmaq yəni çox çətindir. Həqiqətən də çox çətindir. Biz bir neçə yerə müraciət eləmişdik. Yəni çox şükür ki də burada öz universitetimizdə tapdıq və buradan getmək, köç etmək uzun proseslər olacaqdı. Bir il müddətinə artıq Şamil müəllim müqavilə bağlayıb, hələ ki bir il müddətinə. İnşallah ki gələn il bəlkə ola bilsin, gələn ildə qaldıq. Ola bilər bəlkə başqa dərslərə götürdü, gələn ildə qaldıq. Əslində buranı biz bəyənirik, qalmaq istəyirik. Həm də mənim oxumağıma görə qalmaq istəyirik. Çox şükür ki artıq Şamil müəllim də bir müəllimdir. Amerika Üniversitetində Şamil müəllimə doktor Şamil deyirlər, professor Şamil deyirlər. Burada belə müəllimlərə professor deyirlər. Düzdür, doktoranturanı qutaran müəllimlərə professor deyirlər. 2 dənə qrupu var, indi özü məlumat verər. 2 qrupa dərs deyir, amma 3-cü və 4-cü kurslardır. Birbaşa böyük kurslara müəllimi təyin elədilər. Səndən bir sual soruşmaq istəyirəm. Şamil müəllim Azərbaycanda olanda Ufazda çalışıb, Azərbaycan Fransız Universitetində çalışıb. Mənə danışmağa növbə çatmır ümumiyyətlə. Yox, indi deyəcəm, sual soruşacağam. Sənlə danışmıram, müəlliməm, mən izləyicilərlə danışıram. Soruşacağım. Səncə Azərbaycan tələbələri ilə Amerika tələbələri arasındakı fərq nədir? Bu maraqlıdır izləyicilər üçün də, mənim üçün də. Əlim düz durmur, qaş yerim. Eləmə. İnsanlıq halı deyib yola verərsiniz. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Mən də məmnuniyyət duyuram, şükür edirəm, sevinirəm. İş tapmamaq ağır bir prosesdir, ağır bir haldır. Stresdir. Bunu hamı bilir, Çünki hamı həyatda iş axtarır. Və Amerikada ümumiyyətlə iş axtarmaq çox qəliz prosesdir. Çünki milyonlarla Çinli bunu abartmıram. Yəni Azərbaycanca abartmıram nə deməkdir? Bunu mübaliğə eləmirəm. Azərbaycanca danışılmadıqca unudulur.
Bunun mübaliğəsini eləmirəm. Sözün həqiqi mənasında milyonlarla Çinli, milyonlarla Hindistanlı ilə yarışırsınız. O milyonlarla Çinli də və Hindli də milyard yarım öz vətəndaşlarının arasından seçilib gəlib bura. Onlarla yarışmaq çox çətindir. İş çoxdur Amerikada, amma çox kompetitivdir, çox belə yarış havası çox güclüdür. İş tapmaq çətindir. Bu reallıqdır. Düzdür, hər kəsin ruzisi var, hər kəs əməyinin qarşılığını alır, amma bu həqiqəti çatdırmaq istəyirəm. İkinci məsələ Şagird tələbələr haqqında. onu deyəcəm müəllimə. Ona kimi mən hansı Tennessee Texnologiya Universiteti mənim doktorantura oxuduğum universitet idi. İndi ora işə düzəlmişəm və bu MET departamentidir, Manufacturing and Engineering Technology departamenti, yəni Azərbaycanca istehsalat və mühəndislik texnologiyaları departamentidir. Burada instruktor vəzifəsində işləyirəm və tam ştat işləyirəm, sağ olsunlar, tam ştat qəbul elədilər və məndə əslində iki versiya, iki dənə şans var idi. Biri Arkansas Universitetində, Arkansas Texnologiya Universitetindən qəbul almışdım. İkincisi də buraydı. Ora getmədim, çünki orada bir semestrlik müqavilə bağlayırdılar. Sonrası sual işarəsi idi. Həm də çox az vaxt qalmış demişlər ki, belə bir iş var. Yəni o artıq avqustun sonlarına doğruydu. Ora müraciət, ora get ev tut, ondan sonra işə başla və başlayandan sonra hansı problemlər çıxacaq qabağına bilmirsən. Yəni hər departamentdə və ya hər şirkətdə, istənilən iş yerində olduğu kimi, ümumiyyətlə Amerikada da, yəni müəyyən yerlərdə müəyyən çətin insanlar ola bilər, onlar sənə problem çıxara bilir. Bu mənada orada da tanımırsan insanları. Burada hamını tanıyıram. Kim kimdir, kim deyil, hardan nə gözəllik gələ bilər, nə çətinlik gələ bilər, onu ən azı proqnoz eləmək olur. Bu mənada həm də buranın müqaviləsi bir illik idi. Bir il yenidən iş axtarmaq üçün, gələn il üçün iş axtarmaq üçün yaxşı zamandır. Amma ona indidən başlamaq lazımdır. Buna yaxınlaşanda bu yıxılır. Çayı çəkir, hə? Çəkir. Gələk Gülnaz müəllimənin sualına ki, Azərbaycandakı tələbələrlə buranın tələbələrinin müqayisəsi, oradakı universitetdən buranın universitetinin müqayisəsi. Mən Azərbaycanda Fransız Azərbaycan Universitetində işləyirdim 2018-dən 2023-cü ilə kimi. O xüsusi universitet idi, pilot layihə sayılır o. 2016-cı ildə əsası qoyulub, 2014-cü ildə prezidentlər arası müqavilə imzalanmışdı, 2016-da başlayıb, mən oraya 2018-də qoşulmuşdum, 5 il işlədim, tam ştat fizika departamentində işləyirdim. Bu fazın tələbələri güclü idi, xüsusi seçilmişdilər və kifayət qədər güclü mühəndislər yetişirdi orada. İndi də yetişir və çox dəyərli tələbələr məzun olurlar və onlar Azərbaycanda və dünyada, xüsusən dünyada Azərbaycanı təmsil edirlər, gözəl təmsil edirlər. Bu arada bizi izləyən UFAZ tələbələri varsa salamlayıram. Onlarla hələ də qəlb bağımız davam edir. Candılar, can. Hə, çoxu ilə deməyim, əksəriyyət bəlkə də yarısı ilə münasibətimiz davam edir. Bəzisi ilə çox yaxın, bəzisi müəyyən məsafəli, amma davam edir. Sosial şəbəkədə və ya şəxsidə. Salamlayıram UFAZ tələbələrini. Amerika tələbələri ilə UFAZ tələbələrinin hərəsinin öz üstünlükləri var. UFAZ tələbələri xüsusi seçilmişdilər deyə mühəndislik və riyazi, bəlkə də rasional düşüncə olaraq çox dərin gedə bilirdilər, çox dərin düşünə bilirdilər. Buranın tələbələrinin üstün cəhəti isə xüsusi və bu dünya üçün, daha doğrusu bu dövr üçün çox önəmli xüsusiyyəti təqdimat bacarığıdır. Danışıq bacarığı və kommunikasiya bacarığı buranın tələbəsində o çox güclüdür. Yəni bu biraz soft skills, yəni yumşaq bacarıqlara girir. Buranın tələbələrində o güclüdür. Azərbaycan tələbəsində o biraz arxada qalıb, daha çox riyazi düşüncə, mühəndis, demişkən kafası, analitik düşüncə daha önə çıxır. Və bu da çox önəmli bir xüsusiyyətdir. Amma bəzən və ya daha çox acı qanadlar var. Qaşımağa da, əlimi qaşımağa da qoyamır. Deməli, səni əzazın təqdim edirəm. Nə danışırdım mən? Ümumiyyətlə, bu bir-iki cəhətini saymış oldum. Bura xüsusi bir təcrübədir, gözəl bir təcrübədir. 3-cü, 4-cü kurslarla ki, bunlar çox bilgilidirlər, çox
çox şeydən məlumatlıdırlar buranın tələbələri. Hörmətçidirlər, hə. Bu biraz çətinlik yaradır dərs deməkdə. Amma mən 2 ildir artıq, bu 2 ildən 2 il yarımdır buradayam deyə, mən də artıq sistemi bilirəm, vəziyyəti bilirəm. O mənada çətin olmur. Bir də ixtisasa hakiməm deyə o mövzuda problem olmur. Və buranın tələbələri çox hörmətlidirlər professorlara. Yəni o Birdən yanlış anlaşılır oranın təbələri. Sadəcə onların birdən deyərəm ki, birdən yanlış anlaşılır ki, orayla buranı müqayisə edirik. Orada təbii ki, hörmətçidirlər. Sadəcə Amerika tələbələri haqqında sizin belə deyim də, sizə maraqlı olar ki, buranın tələbələri necədirlər, insana qarşı necə davranırlar, davranış sərgiləyirlər. Məktəb və universitet tələbələri məktəb şagirdlərində fərqlilik var. Uşaq kimidirlər çox. Yəni bəzi siniflərdə eşitmişəm ki, məktəb şagirdlərində 7-ci, 8-ci sinifdə çox o keçid dövrü var, çox bərbad vəziyyətdədir bəzi məktəblərdə. Amma universitet tələbələri çox hörmətlidirlər müəllimə qarşı, yəni mənfi bir şeylər saxlamırlar, düzdür, nə deyil? Elədir, ümumiyyətlə elədir. Azərbaycandakı mən UFAZ-da işlədiyim üçün UFAZ tələbələri bilirəm ki, çox sayğılıydılar. Ya onlar haqqında demədim. Amerikanın öz şagirdləri və öz tələbələrini müqayisə. Amma mən demək istədiyim müəllimə, yəni ümumiyyətlə Amerikada yəni İnanmıram, başqa ölkələrdə də elə deyil. Müəllimə qarşı hindilərin bir sözü var. Sənin professorun və ya sənin elmi rəhbərin sənin üçün qaddır deyirlər, tanrıdır deyirlər, haşa. Belə bir baxışları var, belə bir sözləri də var. Burada o həqiqətən keçərlidir. Azərbaycanda 1000 uşaqdan bəlkə də bir 3-ü, 5-i professora olan yerdə səsini qaldıra bilər və ya bir-birinə səsli danışa bilərlər və ya danışıqda hər hansı bir etik normaya tam riayət eləməyə bilərlər. Burada belə bir şey görə bilməzsiniz. O önəmli nüansdır. Burada bilmirəm o haradan oturub o sistem. Mən onun biraz eşələdim, biraz qazıdım o məsələni və orta məktəbdə işləyən müəllimlərlə danışdım, tanış müəllimlərlə, Amerikada orta məktəbdə işləyənlərlə. Dedim ki, bu universitet tələbələri çox sayğılıdır. Orta məktəb tələbələri isə çox nadincdir professorlarına qarşı. 7, 8, 9, 10. Deyirəm o 9-a kimi. 9-dan sonra onlara nə baş verir? Çox qəribə. Yəni bu ani dəyişim olur da. Bu yəni deyə bilərsiniz ki, həddi buluq yaşına gəlirlər, ona görə ani dəyişiklik olur. Məncə o deyil. Və həmin o mənim dostlarımdan, Amerikada işləyən mənim dostlarım, Azərbaycanlı və başqa millətlərdən olan dostlarımdan soruşanda, onlar da qaldılar belə, cavab verə bilmədilər. Dedim, onlara xüsusi bir, yəni etik normalar dərsi mi keçilir, onlara nəsə öyrədilirmi, yoxsa cəza sistemi mi var? Dedi, bilmirəm. Bu hələ də axtarılır, axtarış şeydir, yəni axtarılır bunun cavabı. Mən yenə də soruşmağa və axtarmağa davam edəcəm. Belə, ümumiyyətlə bir illik müqaviləmizlə işləyirik. Yəni Allah axırımızı xeyirli eləsin. Çalışmaq lazımdır. Mən belə bir kimsə soruşsa ki, yəni nəsə bir bu mövzuda tövsiyə nə ola bilər? Çalışana verilir. Fizikada düstur var. Enerji verəndə enerji alırsan. Müsbət enerji verəndə müsbət enerji alırsan. Negativ enerji verəndə də negativ enerji alırsan. Və ümumiyyətlə çalışana Allah verir. Mən bunu həyatımın hər nöqtəsində görmüşəm. Özümdə yox, hamıda görmüşəm. Çalışmaq lazımdır. İnsanlar yəni yatanda çalışmaq lazımdır. İnsanlar bayram edəndə çalışmaq lazımdır. Yaxında bir təlim keçmişdim. Təlimdə planlama ilə bağlıdır. Orada soruşdular ki, ətrafdan hər cürə səs gəlir. Ağca qanat səsi, cırcırama səsi, maşın səsi, kondisioner səsi, təyyarə səsi. Yoxlayaq mı səs gəlirmi? Orada, hə? Yoxlayaq səs gəlirmi yaxşı? Bizim səsimiz gedir. Məncə ehtiyac yoxdur. Yəni olmasa kənardan yazarıq da, bilmirəm. Naushnik taxarsınız. Oralar ümumiyyətlə necədir? Yəni ümumiyyətlə yaxşı arta biraz qaranlıqlaşır. Ona görə deyirəm, pis düşməz ki, inşallah. Yox, pis düşməyə görə yox. Əsas mən səsdən narahatam ki, səs yaxşı gedirmi görəsən deyə. Həmin o təlimdə, planlama təlimində soruşmuşdular ki, xüsusi bir düstur varmı da, xüsusi bir tövsiyə nə ola bilər ki, yaxşı planlama eləyək və yaxşı zamanı istifadə eləyək. Mən orada demişdim ki, boş verin də 5 saat dəyərləndirməyi, 3 saat dəyərləndirməyi, o saatlarla dəyərləndirməyi, o işlərimiz arasında olan o 3 dəqiqələr, 5 dəqiqələr olur. Mən dedim ki, onlara fokuslanın. Onlara fokuslanın. Ona fokuslananda 3-5 dəqiqələrə. Bu 3-5 saatlar qiymətdənir. Bunu bəlkə də ilk dəfə deyirəm müəllimə sənin yanında. Çünki mən bunu eləyirdim. Çünki o vaxt liseydə oxuyanda belə fikir verirdim ki, mən tənəffüslərdə belə bəzən oxuyurdum. Tənəffüslər. İndi həyatımızda da tənəffüs vardır. İki işin arasında müəyyən
boş vaxtlar olur. Həmin vaxtı çalışmaq çox gözəl olur. Mənim də yadımdadır, mən magistratura dövründə imtahanlara hazırlaşırdım. Ay imtahanlar olan günü tez gedirdim məktəbə, ya da universitetə imtahan günü. Və o imtahan vaxtına qədər ayaqüstə təkrarlayırdım. O təkrarlar o qədər mənə yaxşı təsir edirdi. O həyəcanlı olan vaxtlarda elə öyrəndiyimiz dərslər daha yaxşı beynimizə həkk olunur sanki. Yəqin 3-5 dəqiqə dediyində o ola bilər. Çox qısa zamanlarda öyrəndiyimiz şeylər. Hə. Onu demək istəyirsən başqa şeydir. O da uyğun gəlir. Mən beynimdə necə çalışdırmışdım onu. Belə bir indi dinim İslamdır. Mən oradan gələn, yəni orada da örnək Peyğəmbər Əfəndimizdir sallallahu əleyhi və səlləm. Onun bir sözünü nə qədər səhihdir bilmirəm, amma belə bir söz oxumuşdum ki, varlanmaq istəyirsinizsə, süfrədəki o yemək yeyəndən sonra qalan kiçik qırıntılar var. Çörək qırıntısı, yemək qırıntısı. O qırıntıları israf eləməyin. O qırıntıları məhv eləməyin. Tam deməsəm də bu minvalda bir sözdür, bir hədisdir. Mən fikirləşirdim ki, görəsən niyə o kiçik nüanslara, o kiçik nöqtələrə, o kiçik qırıntılara işarə edilir də, ona niyə fokuslanırıq? Sonra bu zaman məsələsində mən fərqindəlik yaşayanda fikirləşdim ki, o kiçik loxmalara fokuslanan adam böyük loxmaya onsuz da hörmət edir. Böyük loxmanı onsuz da israf eləmir. Və bu gözəl bir mənim üçün bir insight oldu, bir fərqindəlik oldu, bir awareness oldu. Bunu zamana da tətbiq eləməyə başladım. Və bu çox gözəl bir düsturdur. Mövzudan mövzuya keçmiş oldum. Ben ikinci stəkanımdır. Öz görək gəldi. Oğlum. Belə müəllimə. Öz görək gəlsin. Hə, onda mən danışım müəllimə. Tamam, Öskürəyə kəsilmişkən. Yox, sən öskür, mən danışım. Başqa, biz heç demədik ki, mən bakalavr səviyyəsində mi qəbul oldum, magistraturaya onu heç demədik. Bu arada mən magistraturaya qəbul oldum dostlar. 2 il, bu da elə 2 il yarım da olur deyirsən, hə? Yəni mən özümdən asılıdır, nə qədər kredit götürsəm, nə qədər çox çalışsam, nə qədər kredit daha çox götürsəm. Olmadı. Yox, bir dəfəyə çəkirik. Bildim, bir dəfə çəkirik. Amma insan həyatda da çaşa bilir. Bir semestr ərzində 6 kredit götürsəm, 6 kredit, 33 kredit, 33 necə olacaq o? 33 kreditdir, bölürsən 3-ə eləyir 11 dərs. Bir dərs 3 kredit olur ortalama, 11 dərs edir. Neçə semestr Mən tamam olur? doktorantura ərzində 8 dərs götürmüşəm, 8 dərsi vermişəm. Onda o 16 kredit. Səndə olur 11 dərs. Məndən 3 dərs çox olur. O neçə semestr qutara bilirəm mən orada? Yəni bir semestrə 2-3 bəlkə, yəni biz doktorantlar çox götürə bilmirik. Çünki bizim araşdırmamız da olur, researchimiz da olur, tədqiqatımız. Amma magistrantlar az götürməlidir. Daha doğrusu çox götürə bilər. 3 götürsək. Yəni yaz, yay, qış, yayda da dərs götürsən, 1 ilə 9 kredit bitirmiş olursan. Və əslində 1 il və 1 semestrə bitirə bilirsən. 1 il yarıma bitirə bilərəm, əgər çox kredit götürsəm. Bir də burada belə bir şey var dostlar, demək onlayn da götürə bilirəm. 2 dərsi canlı, hibrid, onlayn, 2 dərsi canlı, 1 dərsi onlayn götürə bilirəm. Burada F1-lərə, yəni international tələbələrinə həm də hamısını onlayn götürməyə icazə yox imiş, mən danışdım. Yəni, tək canlı da götürməlisən, onlayn da götürməlisən, belə bir şey. Bir də ki, mən əgər universitetdə iş tapsam, maksimum 20 saat işləyə bilərəm. Yəni, o da əslində, məsələn, günə 4 saat işləsəm, o mənim üçün bəsimdir. Həm dərslərimi eləyərəm, həm onu eləyərəm. Amma burada oxumaq çox asad deyil, çətindir, onu bilirəm. Əslində, keçən il də mən qəbul almışdım. İş axtarmağa biraz gec başlamışdım, həm də çox təcrübəli deyildim. Bu il də çox şükür qəbul aldım. Mən hara qəbul oldum, heç onu da demədim, fənnim, ixtisasım. Biraz kəsintilər oldu, üzrlü sayın, çox üzrlü sayın. Dostlar, mən sən məlumatları mən verməliydim, hə? Tamam. Mən yarımçıq məlumat verdim. Buyur. Amma sən verin. Sən daha yaxşı bilirsən o detalları. Mən bilirsiniz ki, bilməyənlər üçün deyil, bu cümlənin 3-cü, 4-cü kəsdi qurur ki, bilməyənlər üçün deyil. Bilirsiniz, bilməyənlər üçün. Bütün video bilməyənlər üçündür. Demək, mən Azərbaycanda magistratura təhsilim var və burada da istədim ki, yenə bir təhsilim olsun. Yəni, Amerikaya kimi gəlmişkən, burada da bir təhsilim olmasın mı? Yəni, buranın təcrübəsindən istifadə eləmək istəyirəm. Bilirəm, oxumaq çətindir burada, amma özümü o çətinliyə salmaq istəyirəm. Həm yəni, istəyirəm ki, buranın da təcrübəsi olsun. PhD-yə niyə birbaşa vermədim? PhD mənim üçün biraz, belə deyim də,
səbirli, mən də çox səbirli adam deyiləm. 5 ilə oxuyum, o biraz mənim üçün çox uzun bir prosesdir. 2 ilə magistraturanı 1 il yarım, 2 ilə bitirib mən artıq işləmək istəyirəm, iş həyatına qoşulmaq istəyirəm. Və bir də belə bir şey deyim ki, mən çox düşündük, daşındıq. Hər cür ixtisası seçə bilərdim mən əslində. Yəni orada psixologiya var idi, kompüter mühəndisliyi falan çox ixtisas var idi, yəni çox seçənəklər var idi. Mən hər birini seçə bilərdim, amma 3-cü qrupa hazırlaşmışdım da mənim o qədər dəqiq belə deyim də, sağ məndə sol yarımkürəm işləmiş, sol yarımkürəm. Sol yarımkürəm daha yaxşı işləyib. Yəni belə deyim, analitik düşüncə, kompüter mühəndisliyi idi, kimya mühəndisliyi idi. O fənlərə, o ixtisaslara mən girə bilməzdim. Yəni mən onu bacara bilməzdim. Gözəl səsləndəsə kompüter mühəndisliyi, mən onu bacarmayacağım işə, ixtisasa niyə yönəlib? Ona görə də mən elə özümün necə deyim, bələd olduğu, xoşladığım bir ixtisası seçdim, müəllimliyi seçdim və harda müəllimlik eləməyi seçdim? İbtidai məktəblərdə 5-11-ci siniflərə ibtidai təhsil verəcəm inşallah. 3 fənn əhatə olunur orada. Science burada fizika, kimya, həyat bilgisi, təbiət elmləri tam qarşılığını bilmirəm. Science, ingilis dili, bir də riyaziyyat. 3 fənni tədris edəcəm inşallah. Və artıq magistratura təhsilimi bitirəndən sonra dostlar, bizim hansı ştata gedəcəyimiz bəlli deyil, harda olmağımız bəlli deyil. Əslində burada oxuyanlar həm təhsil alırlar, həm də bununla yanaşı lisenziya almaq üçün imtahan verirlər, imtahana girirlər. Mən onu eləmədim. Plus lisenziya da var idi. Mən o lisenziyanı qəbul etmədim hələ ki, çünki buradakı lisenziya başqa ştatlarda qəbul olunmaya bilər. Ona görə də biz qərar verdik ki, sadəcə təhsil alaq burada, magistratura təhsilini alaq. Biz sonra hansı ştata köçürüksə, orada imtahan verərəm, orada lisenziya alaram və orada məktəbə işə başlayaram. Və əslində, yəni orta məktəblərdə də işləyə bilərdim. Belə deyim də, mən uşaqlara dərs deməyi daha çox sevirəm. Yəni, onlarla ünsiyyət, dil tapmağı daha çox sevirəm. Düz böyük şagirdlərim də var, yuxarı, yəni 32, 33, 34 yaşlı tələbələrim də olur. Yəni, onlarla, mən də müəllimliyi sevirəm dostlar. Amma Amerikada ki, xarakterlər mən bilmədiyim üçün, yəni mənim, belə deyim də, bünyəmə uyğun olacaqlarmı, olmayacaqlarmı bilmədiyim üçün dedim ki, mən ibtidai məktəblərdə dərs deyim və onsuz ki, mən uşaqları sevirəm. Yəni, çox səbirli bilirəm, yəni uşaqlarla dil tapa bilirəm, özümü tərifləmirəm. Tamam. İnandım, tamam. Yəni, bu gerçəkdir. Uşaqlarla... Özünü tərifləmirəm deyirsə, bilin ki, özünü tərifləyir. Yəni... Qeybət olmasın deyirsə, bilin ki, qeybət edir. Özünü tərifləmirsən, buyur ki, təriflə. Həqiqətən də uşaqlarla işləməyi çox sevirəm. Ona görə də mən qərar aldım ki, artıq daim təhsil seçib və inşallah ki, oxuya bilərəm dostlar və artıq başqa bir videoda yayınlayaram ki, mən artıq iş tapdım və artıq Amerika tələbəsiyəm deyə bir videoda inşallah ki, ataram. İndi də tələbə sayılıraq, sadəcə olaraq istəyirəm ki, yəni, belə deyim də, sponsor tapım, mənim təhsil haqqımı o işə düzəldiyim departament qarşılasın. Belə bir şey istəyirəm. Yəni, bu... Bəlkə izləyiciləri deyək, onlar sponsor olsunlar. Elə olmur da. Burada... Bu videonu görənlərdən xahiş olunur. Zarafatdır təbii ki, bu zarafatdır. Zarafat Dünən atasına deyir ki, nə dedim, inək satarsan, sponsor olursan mı? Burada sponsor olmaq o mənaya gəlmir, kimsə. Ata özü dedi onu. Ata özü dedi. Burada sponsor olmaq biraz yaxşı çıxmır, yəni belə deyim də, sponsor olmaq deyəndə biraz qəribə çıxır. Belə deyim, hansı departamentdə... Bilirsən mənəsini. Eləmə. Qoy cümləmi bitirib, sonra sağollaşarıq. Mən heç nə demədim ki, sadəcə izləyicilərə deyirəm. Belə deyim də dostlar, mənim qəbul olduğum departamentdə iş yoxdur. Mən başqa departamentdə də işə düzələ bilərəm. O işə düzəldiyim departament həm mənə iş təklifi verir, iş verir, həm də mənim təhsil haqqımı qarşılayır. Mən bunu istəyirəm. İnşallah ki, bu işi taparam, alınar. Ümid edirəm. Siz də dua edin dostlar. Artıq qaranlıq oldu. Biz artıq gedək məncə. Bu, belə deyim də, editləmədiyimiz bir video olduğu üçün qarışıq ola bilər. Tam təbii. Söhbətlər qarışıq ola bilər. Çox üzrlü sayın. Oradan-buradan danışdıq. Yadımıza düşdükcə qeyd elədik. Öncədən də ön hazırlıq nəsə qeydlər falan götürməmişik, bunu deyək. Sadəcə biraz nə mövzusu olacaq deyə Şahin müəllim dedi ki, nə mövzusu olacaq. Biz də heç müzakirə eləmədik, nə danışacaq deyə. Təbii axış oldu. Bəli. Onu da zarafat eləmirdim dostlar. Neyini? Bu çənəmi tuta bilmirəm. Çox da... Ya, yetər, gedək mi?
Yeter yani. Evet. Yine de təhsilinlə bağlı daha uzun video çəkərik. Daha uzun İnşallah. uzun olmasa da belə video çəkərik. İnşallah. Bir daha tebrik ediyorum müəllimə. Mən də səni təbrik edirəm. Çok sağ ol. Allah benim hoşuma gelen bir dua var. Hem özüm başkalarını eləyəndə hoşum gelir, hem başkaları beni eləyəndə hoşum gelir. Allah bizi sürpriz lütuflarla sevindirsin, Amin. hoş haberlerle sevindirsin. Fərqli olur. Hamınıza bunu arzulayıram, diləyirəm özümüz üçün də. Və heç nə, gələn görüşlərdə görüşənə dək. İnşallah Allah hər kəsə Beni de dəvət elədiyin üçün təşəkkür sağ edirəm. ol, sağ ol. Təşəkkür ederim. Sağ ol ki geldin. Allah hər kəsə gözəl xəbərləri eşitdirsin. Amin. Burada videomuzu bağlayırıq dostlarım. Bir də əlavə eləyim də olar. Mən ümumiyyətlə Şuradan bir yana söz getsin. Mən ümumiyyətlə videolarda, Zoom görüşlərində, onlayn görüşlərdə çaydır, yemək məsələlərinə çox, yəni bəzən təlimlərdə ola bilər, bəzən çay içə bilirəm və ya meyvə yeyə bilirəm. Bugün də biraz çay içdim, Choco Prince'dən yedim, şokolad yedim, bir neçə stəkan çay içdim. Həm acmışdım, bunu hörmətsizlik kimi qəbul eləməyin. Həm də ki, mən bilmirəm siz necə qarşılayırsınız. Mən başqaları öz təlim olanda başqalarına deyirəm kofe için, çay için. Biraz rahat olmaq lazımdır bu mövzuda. Həm də acımışdım. Bunu hörmətsizlik kimi qəbul eləməyin. Təşəkkür müəllimə bir daha. Sağ olun. Burada sağollaşaq. Sağ olun. Kanalımıza abone olun. Komment yazın. Aha. Paylaşın. Alma vermə balansını unutmayın. Alma vermə nədir? Alma vermə. Alma vermədə. Sən bir şey verirsənsə alma vermə qarşılıqlı onlarla da. Doğru. Bura kimi izlədiyinizə görə sizə təşəkkür edirəm. Sizi sevirik. Belə elə. Mən Elə. köhnə Edip yapmak Elə de. Ben koca kişiyim. Ben vaxtımda elə şeyler yok ha bala. Aa Nazlı. Nazlı hey. Aile var ne biçim konuşuyorsun ya? Ben özüm göndərim. Sağ olun. Yaxşı. Sizi sevirik. Belə. Sizi sevirik.